Bizi izleyen hər kəsə Allahın səlamı olsun əzizlər. Biz bugün sizə İslam dininin digər vacibatlarından da biri olan ən mühüm məsələlərdən biri, ən mühüm, ən vacib edilməsi əməllərdən biri xümus haqqında söhbət açacağıq. Xümus nədir? Bismillahirrahmanirrahim. Bildiyimiz kimi Firuddin 10'dur. Firuddin dinin budaqları. Firuddin İslam dininin əməl edilməsi vacib olan şərtləridir. 1. Həmin şərtlərin maddələrin içərisində birincisi namazdır. Namaz hər kəsə vacibdir. Sübh, zöhr, əsr, şam, xüftən vacib namazlardır. Hər kəs 5 dəfə bu namazını qılmalıdır. Ki İmam Cəfər Sadiq əleyhissalam buyurur, hər kəs namazı yüngül saysa, bizim şəfaatimiz axirətdə ona yetişməz. 2. Oruc. Hər il Ramazan ayında bir ay oruc vacib olur. 3. Zəkat. Quran-ı Kərimdə buyurulmuş toplanma qaydası və həcmi şəriət qanunları ilə müəyyənləşdirilmiş dini vergi. Və gəlirik neçənci? 4-cü maddə xümus maddəsidir. Xümus il ərzində insanın gəlirinin, pul, gəlir, qazancının, yəni hər hansı bir qazanc mənfəət əldə edirsən, təam ola bilər, yemək ola bilər, nəsə verilə bilər sənə o şeylər. 5də birini ayırıb müəyyən yerlə xərcləməsidir. Təbii ki, insanın özünün zehnindən, beynindən, ürəyindən gəldi hər hansı bir yerə xərclənməsi deyil. Bunu da inşallah videonun sonunda qeyd eləyəcəyik. Həcc ömründə bir dəfə də olsa Allah vəni ziyarət etmək. 6-cı maddə cihad. Allah yolunda kafirlər, zalimlər və təcavüzkarlarla mübarizəyə qalxmaq. İnsan nəfsi ilə də olan mübarizə. 7. Əmr və məruf, yaxşı işlərə dəvət etmək. Bunlar hamı vacibatlardandır ya. Bunlara görə biz sorğu-sual olunacaq qiyamətdə. Peyğəmbərimiz sallallahu buyurur ki, əgər ümmətimdən əmr və məruf, yəni yaxşı işlərə dəvət eləmək, nəhy əz münkər, pis işlərdən çəkindirmək götürülsə, yəni insanlar bunu eləməsə, mənim vecmədə elə olsun da, mən baş qoşmuyum, falan eləməyim və s. desə, yəni ki, bax belə əhəmiyyətsiz yanaşsa, yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirmək, yer üzünə gözlənilməz bəlalar gələr. 8. Bəli, nəhy əz münkər, yəni insanları pis işlərdən çəkindirməlisən, boyunda vacibdir. 9. Təbəllah, Allah dostlarını sevib onlarla Allaha xatir dostluq etmək, yəni Allah üçün sev, Allah üçün sevil. 10. Təbərra, Allah düşmənlərlə əlaqəni kəsib onlara düşmən olmaq Allaha xatir. Demək, 4-cü maddəmiz nə oldu? Xümus maddəsi. İndi isə, ya Allah, Bismillahirrahmanirrahim, xümus maddəsi haqqında danışaq. Görək, xümus Quran-ı Kərimdə qeyd olunubmu? Bəli. Xümus vacibdir, yoxsa müstəhəb? Bəli. Biz Firuddinin tərkib hissəsinin 4-cü maddəsində vacibatın içərisində qeyd etdik. Bəli, xümus vacibatdandır. Və Quran-ı Kərimdə diqqət edirik, Ənfal surəsinin 41-ci ayəsinə Allah Mütəal Teala xumusun vacibliyi barəsində buyurur. Peyğəmbərin qohumlarından olan digər 3 dəstə isə həmin maldan onlar üçün xərcləmək haqqına malikdirlər. Və diqqət eləyək. Bismillahirrahmanirrahim. Bax, diqqət eləyin. Əgər Allaha və haqqın batildən ayrılıq günü olan o 2 dəstənin müsəlmanlarla müşriklərin Bədr müharibəsində toqquşduğu gün öz bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin, kafirlərlə döyüşdən hər hansı bir qazanc vasitəsində əşya, maldan nə qənimət əldə etsəniz, onda şübhəsiz onun 5də biri Allahın. Bax. Burada qeyd olunur ki, sənin qazandığın, yəni burada ayənin izahı var. Qənimət əldə eləsəz, şübhəsiz 5də biri Allahın, Peyğəmbərin qohumlarının, kimdir Peyğəmbərin qohumu? Əhl-i Beyt. Xümus Əhl-i Beytin imamətin haqqıdır. Xümus 14 məsumun haqqıdır, onu kəsmək olmaz. Yetimlərin, yoxsulların və yolda İslam və müsəlmanlar üçün lazım olan hər bir dini, diqqət edin, dini və dünyavi hədəf yolunda qalanlarındır. Və qeyd edin, Allah hər şeyə qadirdir. Demək, əzizlər, Ənfal surəsinin 41-ci ayəsi xümusun vacib olduğunu təsdiqləyir. Əlinə gəlir, mənfəət qazanc əldə edə bilən hər bir kəsin. İndi isə onu qeyd edeyim ki, xümus 14 məsumun haqqıdır, İmam Zaman ağanın haqqıdır, fəqir seyidlərin haqqıdır. Hər kim xümusdən boyun qaçırsa, o şəxsin duaları, ibadəti qəbul olmaz. O şəxsin istifadə elədiyi mal hər biri haram hökmündədir.
təamlar ola bilər, ərzaqlar olar, yəni haram yeyir. Çünki imama qarşı çıxıb. Qiyamət günü İmam Zaman ağa həmin ümmətdən xümsü verilməyən maldan, puldan istifadəyə görə şikayət eləyəcək Allaha. Və İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, xümsü verilməyən mala, pula bəla gələr. Lakin xümsü verilən evə, xümsü verilən mala ilahi bir bərəkət nazil olar. Və Əhl-i Beyt təbii ki, bu işə özü zamin dayanar. Belə bir dəftər tuturuq. Bismillahirrahmanirrahim ilə başlayırıq. Yəni hər kəs belə bir dəftərdən istifadə edər ki, qiyamət günü insana əmənnamə verirlər. Bunu yazıb qeyd elədiyinə görə. Hədislərimizdə buyurur ki, hər kim işlərini Bismillah ilə başlasa, o iş xeyirli, faydalı, bərəkətli olar.